Salam, hər vaxtınız xeyir olsun. Dəyərli dostlar, xahiş edirəm sizlərdən, yayımı baxan, izləyən kəslərdən, hər kəsdən xahiş edirəm ki, yayımı bəyənin, paylaşın ki, daha çox insanlar səsimizi eşitsin. Həyat yoldaşım Əfqan Sadıqov İlham Əliyev rejimi tərəfindən bu günlərin Bakı vaxtı ilə saat 5 radələrindən oğurlanıbdır. Buna oğurluq deyirəm. Çünki mülki geyimli, qara maskalı, 4-5 nəfər, 4-5 maşın, görünən 4-5 nəfər və 4-5 maşın, artıq maşının içində kimlər olub, bunu artıq İlham Əliyevin havadarları, İlham Əliyev rejiminə xidmət edən polis, prokuratura, DTX sistemi daha yaxşı bilir ki, ora gələn kimlər idi və Əfqanı hara, hansı istiqamətə niyə aparıblar və niyə oğurluyublar. Adam oğurluğu cinayətdir, adam oğurluğu ən böyük cinayətdir, amma Əliyev rejimi bütün cinayətlərə imza atırsa, niyə də adam oğurlamağa da imza atmasın? Əgər siyasi qətillər törədilirsə, Tərtər hadisəsi törədilirsə, insanlar öldürülürsə, günahsız insanlar vətənə xəyanətdə ittiham olunaraq, insanlar şərlənib, işgəncə verilib, öldürülürsə də Əfqan Sadıqov günün-günorta çağırı oğurlanması Əliyev rejim üçün artıq adətkar halına alıbdır. Yəni artıq bir növ adət ediblər ki, bunlar insanları oğurlasınlar günün-günorta çağı. Çünki Əliyev rejimində bir dənə müstəqil dövlət qurumu yoxdur. DTX-sı bandit, polisi bandit, prokuraturası bandit, cinayətkar, əlləri qanda vəhşidlər. Əfqan Sadıqov bugün baş verənləri qısa bildiyim məlumatı qısa çatdıracağım sizə, nə baş veribdir. Saat 5 radələrində 6-ya işləmiş bir neçə nəfər ağzında maska, mülki geyimli şəxslər yaxınlaşaraq Əfqan Sadıqovu ev geyimində zorakılıq göstərərək, heç bir məlumat vermədən, bir daha deyirəm, zorakılıq göstərərək maşına əyləşdiriblər və aparıblar. Xatırladım ki, bir də bu baş veribdir Cəlilabad rayonunda. Əfqan Cəlilabaddaydı və Əfqan Cəlilabadlıdır da, yəni bu bilməyənlər üçün də deyim bunu. Adam evdə oturduğu yerdə giriblər, basqın eləyiblər, heç bir məlumat vermədən ev geyimində, ev tapşıqasında aparıblar. Hara aparıblar deyir, özümüz bilərik. Burada ağa bizik, kim də soruşubsa yaxında olanlardan, yaxın adamlardan, kim də soruşubsa deyiblər, öz işinizdən məşğul olun, sizə də problem olmasın, problem özünüzə istəmirsinizsə, öz işinizdən məşğul olun, əlavə sual verməyin və bir də onu da qeyd eləmək istəyirəm ki, orada kamera var idi. Həmən kameranı da biri var, girələr, silələr, yox, silməklə kifayətlənməyiblər. Kameranı köklü kömələşməli, elə bir ki, divdən divdəklədən dartıb qopardıqlar, aparıblar. Kamerada olan ki, Əfqanı gəliblər, aparıblar, o görüntülər kamerada düşür axı. Yəni o kamerada yerindən söküb aparıblar. Gör, ürəkləri nə qədər soyumur ki, yerindən söküb kameranı bütün aparıblar Əfqan apardıqları zaman. Və bir məlumatı da almışam ki, onlar rayona tərəf yox, yəni rayon istiqamətində getməyiblər, Cəlilabada yox, onlar Bakıya tərəf gediblər, istiqaməti, yəni maşın istiqamətinə, getmə istiqamətinə görə mən onu dəqiqləşdirdim, onlar Bakı istiqamətinə gedibdir. Artıq indi Əlin Ağayevin padvalını aparıblar, vilayətin padvalını aparıblar, bu bəxtəfərlər hamısı padvalla işləyir də, bilirsiniz, zirzəmi, elektroşok, insanlara işgəncə və günahsız insanlara, yəni günahsız insanlara olunur. Bir daha deyirəm, bu baş verənlər, bu baş verən bütün cinayətlər, bu baş verən bütün qanunsuzluqlar, bütün bunlar hamısı günahsız insanların yaşadığıdır. İndi hansı padval aparıblar, kimin yanına aparıblar, kimlər Əfqanın başına hansı oyunu gətirəcək də İlham Əliyev başda olmaqla özləri çox gözəl bilir. Bilirsiniz ki, bir neçə gündür, bir həftədən çoxdur, başım qarışıqdır, uşaq xəstədir, xəstəxanadayam, xəstəxana şəraitindəyəm və Əfqanla bağlı mütəmadi paylaşımlarımı edə bilmirdim. Mütəmadi olaraq deportasiyanın neçənci günündədir, neçə gün deportasiya olunubdur, bunları qeyd eləyirdim. Və qızım xəstə olduğuna görə bir neçə müddətdir bu haqda yaza bilmirəm. Amma onu qeyd edeyim ki, aprel ayının 4-ündən 5-dən keçən gecə Əfqan Gürcüstandan Azərbaycana təhvil verildi, oğurlandı. Necə ki, bu gün oğurlandı qara maskalılar tərəfindən. Orada da İvanaşvili rejimin tərəfindən Əliyevin siyasi sifarişi əsasında oğurlandı. Azərbaycanda qara maskalılara, Əliyev rejiminə təhvil verildi. Aprelin 4-ündən 5-nə keçən gecə və bu günlərimdə iyun ayının
8-dir, 9-dur, tarixi belə bilmirəm həqiqətən də. Çünki qızımın vəziyyəti xəstəxanadadır, xəstəxana şəraitindədir, uşaq müalicə alır, başım uşağa qarışıbdır və İlham Əliyev o Azərbaycanın o Qazan xanın kinosundakı kimi insanlar yatdığı yerdə, yəni bu cür hiyləgərliklə, yəni insanların bilirsiniz, elə bir məqamda, həssas məqamda, insanların ən ağırlı yerlərində və həssas məqamda insanları vurur. Çünki İlham Əliyev rejimi qeyrətsizdir, qeyrətini itirmiş bir rejimdir, şərəfsiz bir rejimdir. Heç nəyin bunlar üçün sərhəddi yoxdur. Nə qadın, nə uşaq, nə ailə, heç bir dəyər daşımır ölkədə artıq heç bir şey. Hər şey sıfıra bərabərdir. Əxlaq sistem, əxlaq, hər bir şey İlham Əliyev rejimi tüpürübdür. Və bu günlərim mən bu aldığım xəbərə təəccüblənmədim. Bir daha deyirəm, mən zaten Əfqan o günlərim danışanda da dedim. Yəni mən hər an Əfqanın başına hər bir hadisənin gələcəyinə inanıram. Çünki Əliyev rejiminin buna potensialı var. Eləcə də mənim Avropada başıma hər bir hadisə gələ bilər. Tək mənim yox, digər siyasi mühacirdə olanlar və yaxud da ölkə daxilində tək Əfqanın yox, digərlərinin də başına bu hadisələr gəlib. İzləyirsiniz, görürsünüz. Nə qədər insanların başına gəldiyi, 400-dən çox siyasi məhbusun olduğu bir ölkədə, ondan çox qadın jurnalistin həbsdə olduğu bir ölkədə yaşayırıq və Azərbaycandan gələn hər zəng məni narahat edir. Bugün gələn zəng də məni narahat elədi və telefonu açdığım zaman Əfqanın oğurlanma xəbərini eşitdim. Bir daha deyirəm, Əliyevin idarə etdiyi sistemdə buna təəccüblənmirəm. Sadəcə bir daha əmin oldum ki, Əliyev rejimi qatildir. Əliyev rejimi bütün dəyərlərə, bütün qanunlara tüpürübdür. Əliyev rejimi bütün insanlığa tüpürübdür. İlham Əliyev əlini Qurana basıb bu xalqın anasını, bacısını, övladını gözü yaşlı qoyur. İlham Əliyev özünə prezident deyir, amma İlham Əliyev, onun qurduğu rejim, onun qurduğu komanda, onun təyin etdiyi nazirlər, hər biri əli qandadır, hər biri cinayətkardır, hər biri qatildir və potensial qatil deyirlər, həqiqi qatildirlər, çünki onlar artıq hər bir cinayətə imza atıblar. İndi İlham Əliyev Əfqanı hara aparıbdır? Artıq İlham Əliyev bunu gözəl bilər. Niyə aparıb, bunu da daha yaxşı bilər. Yəqin ki, ötən dəfə çıxış edəndə dedim ki, Əfqanı aparıb soyarsınız, Nəsimi kimi asarsınız, dərisini soyarsınız. Sağ olsun, Əliyev bütün çıxışlara reaksiya verir və bundan sonra da reaksiya verdi. Mənim o çıxışımdan sonra reaksiya verdi, Əfqanı oğurlatdı. Yəqin aparıb ya asmağa, ya soymağa, ya öldürməyə, həbsdə öldürüb adını intihar qoyar. İlham Əliyevin nazirləri buna xidmət edir. İlham Əliyevin DTX-sı, polisi, prokuraturası, məhkəmə sistemi buna xidmət edir. Bir daha deyirəm, Əfqan nə birincidir, nə sonuncudur, nə ortadakıdır. Yəni Əfqan kimi, Əfqandan da yaxşı oğlanları İlham Əliyev başını yeyibdir, öldürtdürübdür. Yaşamışıq, bunları görürük, görə-görə də gəlirik. İndi Əfqan hardadır? Əfqan Sadıqovun başına hansı hadisələr gəlib? Bu sualın cavabı məndə yox, İlham Əliyevin qurduğu sistemdədir. İlham Əliyevin Nağıyevi, Eyvazovu, Kamranı daha yaxşı bilir ki, başda İlham Əliyev olmaqla ki, Əfqanı niyə və hara aparıbsınız? Adamı günün orta çağı, insanların gözü qarşısında, yaşadığı yerdə zorakılıq göstərərək, heç bir, belə deyək də, hara aparırsan sualına, köburcasına cavab verir, zorakılıq göstərir ki, gedin çörəyinizi qazanın bir tikə. Yəni sizin də başınızı Əfqanın başına gətirdiklərimizi gətirərək. Yəni insanları da şantaj edir ki, yəni öz işinizdən məşğul olun. Kameranda söküb qoltuqlarına vururlar. Bilirsiniz niyə bunları edə bilirlər? Çünki ölkənin məhkəmə sistemi sıfırdır. Çünki ölkənin qanunu sıfırdır. Çünki ölkənin dövləti, xalqı qoruyacaq olacaq polis İlham Əliyevin öz strukturunu qoruyur. Çünki ölkə bir qrup dələduzun, banditin, ləyaqətsizin əlindədir. Çünki ölkə şərəfsizin əlindədir. Çünki ölkə qan içənlərin əlindədir və ona görə də kameranı da qoltuğuna söküb vurub aparır. Əfqanı da gəlir ev geyimində zorakılıq göstərib maşına basır aparır. Bilir ki, heç bir qanun qarşısında məsuliyyət daşımır. Bilir ki, heç bir məhkəmə sistemi, heç bir hakim onların törətdiyi bu cinayətə qarşı gəlib, onlara qarşı gəlib, onlara qarşı hər hansı bir qanunu tədbir görməyəcək. Buna görə də rahatlıqla Əfqanı oğurlayır, günün orta çağı kameranı aparır, zorakılıq göstərir. Hələ onun yaxınlarına bildirirlər ki, get bir tikə çörəyini qazan, başını hər yerə soxma, sənə də böyük problem açarıq. Yəni, sən bundan, bax biz vətəndaş olaraq Azərbaycandan bundan artıq nə gözləyək? Əliyev rejimindən nə gözləyək? Gör nə qədər qeyrətiniz yoxdur ki, gör nə qədər vicdanınızı itirmisiniz ki, siz bizim, mən hər zaman yaşa
yaşadığım vəziyyəti, İlham Əliyevin yaratdığı bu iyrənc siyasəti, bu əxlaqsız siyasəti, bu insanların həyatını məhv etmə siyasətini hər zaman danışmışam, dilimə gətirmişəm, bildirmişəm və İlham Əliyevin siyasəti Avropada mühaciratı yaradıb, bunu da bildirmişəm. Və mən son çıxışımda da bildirdim ki, İlham Əliyev imkan ver ailələr dağılmasın, imkan ver uşaqlar atasından böyüsün. Cənab Prezident mənim səsimə səs verdi, cənab nazirlər mənim səsimə səs verdi və Əfqanı bugün oğurladılar. Görün necə tez reaksiya verdilər, görün necə tez səsimə səs verdilər ki, bəli, uşaqlar atasız qalmasın. İlham Əliyev təşəkkür edirəm, Əhlin Ağıyev sənə də təşəkkür edirəm, Vilayət Eyvazov, Kamran Əliyev, bir qrup kişi yığılmışsınız hakimiyyətə, özünüzə kişi deyirsiniz və mən hər dəfə bu ifadələr işlərində deyirsiniz ki, Əfqanın axırına çıxacaq ifadələr işlədirəm. Ölkədə 400-dən çox siyasi məhbus həbsdədir, ondan çox qadın jurnalist həbsdədir. Onlar üçün hər bir ailə sizin ünvanınıza təhqir mi yağdırıbdır? Yağdırıbmı? Sual verirəm. Deyirsən ki, danışırsan və sənin danışığın Əfqanı həbsə aparır, Əfqanı sənin danışığına. Çünki bunu mənə yazıblar. Çünki məni bununla da şantaj edib Əliyev rejimi ki, sən danışsan Əfqan həbs olunacaqdır. Sən ölkədə 400-dən çox siyasi məhbus həbsdədir. Mən mi danışmışam və yaxud da onların hər birinin ailəsi çıxıb etiraz mı edibdir? İlham Əliyevə əclafsan, şərəfsiz mi deyibdir ki, İlham Əliyev hamısını həbsdə saxlayır? Bütün bunlar bir daha deyirəm, Əliyevin şantaj mexanizmidir, susturmaq üçün, öldürmək üçün, daha rahat məhv eləmək üçün. Amma mən Əfqan deportasiya olunduğu gündən ta bu günə qədər zaman-zaman bunları yazdım. Zaman-zaman bildirdim ki, Əliyev rejimi, İlham Əliyev Əfqan üçün daha böyük plan hazırlayır. Sadəcə müəyyən müddətin keçməsini gözləyir ki, məkirli, iyrənc planını, iyrənc dırnaqarası siyasətini daha uğurlu həyata keçirsin. Amma İlham Əliyevin atdığı bütün addımların hər biri uğursuzdur. Bunu hər kəs bilir və biləcəkdir. İlham Əliyevin atdığı iyrənc addım, İlham Əliyevin etdiyi əxlaqsızlıq, İlham Əliyev rejiminin etdiyi əxlaqsızlığı bütün dünya biləcəkdir və bilir də. Əfqan artıq 60 günə yaxın, bəlkə də 60 gündən çoxdur, 2 aya yaxındır deyəm, 2 aydan da çoxdur daha doğrusu, deportasiya olunmuşdu. İlham Əliyev rejiminin dostu İvanaşvili rejimi Əfqanı Gürcüstandan Azərbaycana necə qaramasqallara təhvil vermişdi. Bugün Əliyevin qaramasqalları Əfqanı aparıbdı. Qoyun Azərbaycan xalqı da izləsin, qoyun bütün dünyada izləsin ki, bu adam qatildir və cinayət etməkdən çəkinmir. Hər addım başı cinayət arxasınca heç kəsdən çəkinmir. Bu adam Azərbaycan xalqını saymır. Bu adam rəhbəri olduğu dövlətdə vətəndaşları saymır. İlham Əliyevin məhv elədiyi Azərbaycan xalqıdır. Məyər İlham Əliyev digər dövlətdə, digər dövlətə zərbə vurur, digər dövlətin vətəndaşına zərbə vurur. İlham Əliyev əlini Qurana basıb rəhbərlik etdiyi xalqa, daha doğrusu məhv elədiyi xalqa zərbə vurur. Xalqın haqqını yeyir, xalqın haqqına girir, xalqın anasını, bacısını küçələrə salır, xalqı məhv edir, xalqın uşaqlarını yetim qoyur, əxlaqsızlığa sürükləyir. İlham Əliyevin uğurlu siyasətinin nəticəsinin qurbanlarıyıq hər birimiz. Əfqanın başına gələcək. Bugünə qədər demişəm, bugündən sonra da təkrarçılıq da olsa bir daha deyəcəm, Əfqanın başına gələcək bütün hadisələrin ölümdən tutmuş, həbsdən tutmuş, hər bir şeyin səbəbkarı İlham Əliyevdir. İlham Əliyevin qurduğu sistemdir, İlham Əliyevin qurduğu rejimdir, məhkəməsidir, DTX-sıdır, polisidir, prokuraturasıdır və salam. Çünki İlham Əliyevin rejimi, İlham Əliyevin qurduğu sistem insanları bu cür məhv edir. Əfqanı Bakı vaxtı ilə 5-6 yaş demiş 20-25 dəqiqə oğurlayıblar. Hara aparıblar, niyə aparıblar? Bilinmir, 4-5 nəfər, 4-5 maşın olub da kənarda, ağzında qara maska, Əliyevin tülküləri, Əliyevin cibgirləri, Əliyevin qolu zorluları, Əliyevin işverənləri. Bax, bu cür ölkədə demokratik ölkə deyir Azərbaycan demokratik respublikadır, Azərbaycan qanunlarla idarə olunur, konstitusiya ilə idarə olunur. Hər dəfəsində dediklərinizi təkzib edirsiniz, hər dəfəsində dediklərinizə tüpürürsünüz. Və bu da onu göstərir ki, hansı xasiyyətdə, hansı xislətdə, hansı şərəfdə və ləyaqətdə adamlarsınız. Çünki ölkə bir ölkə nə qanunla idarə olunmur, nə hansısa bir dəyərlə idarə olunmur. Bu ölkə pozğun bir əxlaqsızlıqla idarə olunur. Əxlaqsızlığın da axırı bax budur. Yəni bu da onun nəticəsidir. Çünki sizin qurduğunuz və yaratdığınız rejimdə vətəndaş məhvə məhkumdur. İnsanlar məhvə məhkumdur. Çünki ölkədə qanun sistemi yoxdur, işləmir. Əfqanla bağlı nə baş verəcəksə paylaşacağım.
nə olacaqsa paylaşacağım. İndi Əfqanın harda olmağı, təbii ki, mən sona qədər mübarizə aparacağım ki, həyat yoldaşımla bağlı bütün informasiyaları çatdırım, amma artıq mənim əlimdən nə gələrsə bilirsiniz də, yəni mən nə edə bilərəmsə. Əfqan İlham Əliyevin padvalındadır, yəni İlham Əliyev işgəncə otağındadır. Artıq ona, yəni belə deyək, necə kömək edə bilərəm? Həqiqətən də çox çətindir. Gürcüstanda Avropa Məhkəməsinin qərarını gözləyən bir şəxs bugün Azərbaycanda İlham Əliyevin zirzəmisindədir. Yəni Gürcüstan dövləti də, rejimi də eyni ilə Əliyev rejimi kimi qatildir, cinayətkardır və insanların talehi ilə oynayırlar. Heç bir məhkəmə qərarlarını saymayaraq, bütün qərarları Gürcüstan rejimi ayaqlayaraq, Avropa Məhkəməsinin qərarına tüpürərək Əfqanı Azərbaycana özə gecə təhvil verdi, oğurladı. Və bu günlərim 2 aydan sonra, 2 aydan çoxdur hətta, Əfqan Sadıqov İlham Əliyevin padvalına aparılıbdır. Görək Əfqan Sadıqov və Əliyev hansı cəzanı kəsəcək. Görək Nağıyev Əfqanın başına hansı oyunu gətirəcək. İlham Əliyev yəqin desə ki, dərisini soyun, dərisini soyacaqlar. İlham Əliyev desə ki, gecə səhərə ayağından asın, işgəncə verin, toka verin. Tərtərdə hərbiçilərə olan kimi yəqin ki, onu edəcəklər. İlham Əliyev desə ki, yox elə birbaşa öldürün, göndərin o dünyaya, onu edəcəklər. Yəni gözləyək görək ki, şahın fərmanı nə olacaqdır? Şah hansı fərmanı versələr, onu da edəcəklər təbii ki. O ki qaldı ki, mənə yazırlar mənim danışığımın Əfqana mənfi təsiri. 400-dən çox siyasi məhbus var və düşünmürəm ki, hər birinin ailəsi də bu cür danışır. Hər birinin danışanlar var, amma bu cür danışır. Təbii ki, yox. Amma heç birinin də aqibəti Əfqanınkindən fərqli deyil. Görün insanlara neçə il həbs oxuyub Əliyev rejiminin məhkəməsi. 16 il, 13 il. Yəni, bütün bunlar onu göstərir ki, Sevinç danışdığı üçün Əfqan həbsdə deyil. Bütün bunlar onu göstərir ki, Əliyev cinayətkardır və adam ömür boyu bu prezident postuna oturmaq üçün, ömür boyu hökmranlığı əldən verməmək üçün və hakimiyyətini daha çox saxlamaq üçün insanlara, bax bu cinayəti törədir insanlara ki, bunu tənqid edəyəm. Bunun oğurladığı sərvəti araşdırıb ortaya qoyan, bunun taladığı, yeyinti deməyəcəm, yeyinti başqa bir şeydir. Yeyinti biraz insana xasdır, bu yeyinti deyil, bu vəhşilikdir, bu talamaqdır, bu dağıtmaqdır, bu acgözlükdür. Yəni bunu yazıb, araşdırıb ortaya qoyan insanlar olmasın və daha çox hakimiyyətdə qalsın və bugün olan siyasi həbslər də birbaşa elə bunun göstəricisidir ki, adam yox, adam yeyənlər daha çox bu hakimiyyətdə qalmaq üçün, hakimiyyəti əldən verməmək üçün daha çox cinayətə imza atırlar. Burada bir daha deyirəm, insan ölümlərindən, qətillərindən tutmuş siyasi həbslərə qədər həbsdə intihar kimi göstərdikləri və öldürdükləri insanlar var ki, Əfqan da başına gələ bilər. Adam asarlar, deyərlər adam özünü asdı. Əfqan özünü assaydı, indiyə kimi asardı, düzdürmü? Məntiqlə Əfqan yəni özünü asmaq, intihar etmək, bu bizə yad olan şeylərdir. Bunu da indidən deyirəm. Yəni İlham Əliyev rejimi asar, deyər özünü asdı. İynə vurar, xəstəliyə salar. Nə qədər insanlar həbsdən sonra dünyasını dəyişənlər var, müalicə alanlar var. Yəni adam bütün o, belə deyək də, çox şaxəli, iyrənc planlarını həyata keçirmək üçün, məhv eləmək üçün adam hər bir şeydən istifadə edir. Ağlımıza gələn və gəlməyən bütün pozğun, iyrənc siyasəti həyata keçirir. Yəni bunun adı nədir? Bunun adını mən bilmirəm. Yəni nə cinayətdir, nə əxlaqsızlıq, hamısının birləşməsi bir yerdə bu rejimdir. Belə, Əfqan hardadır, vəziyyəti necədir, hara aparılıbdır? İlham Əliyev səndən tələb edirəm. Ölkənin rəhbəri deyilsənmi? Deyim, əlini Qurana basmamısanmı? Deyirsən ki, mən vampir kimi 3000 il əsir, mən hələ prezident olacağım. Ona çıx, mənə cavab ver. Mən Azərbaycan xalqının bir nümayəndəsiyəm. Ailəmi sənin rejimin parçalayıb, məni mühacirata sürükləyib, vətənimdən didərgin düşmüşəm. Mühacirata da qoymadın yaşamağa. Ərimi Gürcüstanın oğurlatdın, gətirdin yanına. Ərimi gətirəndən sonra təhdid edirsən ki, arvadın da gəlsin. Deyirsən ki, arvadın gəlsin, arvadınla səni çalaq həbsxanaya, birinizi qadın kolonuna, birinizi kişi kolonuna. Yəni, sizin istədiyiniz budur. Sonra da deyirsən ki, uşaqlarını da göndərək Sibrizdə fahişəxanaya. Bax, Əliyevin tələbi məndən budur. Budur məndən tələbi ki, susmalısan. Susmadığına görə, etiraz edildiyinə görə yeriniz həbsxanadır, gələcəyiniz də fahişəlikdir. Mən də etiraz edirəm. Mən bir vətəndaş olaraq, bir insan olaraq, bir ana olaraq, bir həyat yoldaşı olaraq Əliyev rejiminə etiraz edirəm. Mən o cür yaşamaq istəmirəm. Hər kəsin normal yaşamaq haqqı var, hüququ var, hər kəsin söz haqqı var. Amma İlham Əliyev bizim bütün haqlarımızı əlimizdən alıbdır.
Dostlar, yayımı bəyənin, paylaşın. Əfqan Sadıqovla bağlı aldığım bütün dəqiq informasiyaları çalışdığım qədər Facebook üzərindən paylaşacağım. Və mənim paylaşdığım və mətbuata verdiyim bütün informasiyaların da arxasında dururam dəqiqliyi ilə. Çünki dəqiq olmayan heç bir məlumatı paylaşmıram. Hələlik Əfqan Nağıyevin, vilayətin, Kamranın əsarətindədir. İndi hansının padvalındadır bilmirəm. Amma bir daha İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti, əlini Qurana basan İlham Əliyevdən tələb edirəm ki, çıxsın cavab versin, Əfqanı hara aparıb qaramaskalılar, niyə aparıbdır, Əfqan nə edibdir. Əfqan bir daha deyirəm, heç bir cinayət törətməyibdir. Əfqan Gürcüstandan Azərbaycana deportasiya, deport deməyək, oğurlandıqdan sonra yalnız və yalnız demək olar ki, evdə olubdur. Yəni adam heç ora-bura heç ara getməyib. Bunda xüsusilə vurğulayıram. Yəni amma indi İlham Əliyevin rejimi hansı ssenarini quracaqdı, hansı planı quracaqdı, Əfqanla bağlı nələri təqdim etməyə çalışacaqdı, nələri göstərməyə çalışacaq saxta dırnaq arasında. Hamı kimi Əfqanı sağ qoysalar, öldürməsələr, həmən o iyrənc dırnaq arası ssenariləri birlikdə izləyəcəyik. Yəqin bu yaxın günlərdə hər halda bir, belə deyək də, bir xəbəri çıxar. Ya ölüsü, ya dirisi. Hər halda, yenə deyirəm, axır əvvəl neçə gün keçməsindən asılı olmayaraq, yəni hətta görün nə düşünürəm? Düşünürəm ki, adamı öldürərlər, heç də məlumat da verməzlər. Həqiqətən də gələ əvvəl öləndə bir 2 həftədən sonra deyirlər, ölüblər, aparıb filan yerdə bastırmışıq, türmədə öldürürdülər. İndi fikirləşirəm ki, bu qədər amansız və qatil rejim belə edə bilər. Öldürər, heç məlumat verməz, deyər həbsdədir. Biz də gözləyərik ki, həbsdədir də. Məsələn deyirəm, bu qədər bunlar iyrəncdirlər. Artıq bu qədər bunlardan hər şey gözləyirəm. Mən şəxsən gözləyirəm artıq. Öz yaşadıqlarım, insanların yaşadıqlarına baxıram, artıq hər şey gözləyirəm. Belə dostlar, yayımı bəyənin və paylaşın. Yenə də mən buradan məlumat paylaşacağım. Sağ olun.